Salam uşaqlar. Bugün mən sizə fiziki və kimyəvi hadisələr test topsundan sualların izahını verəcəm. İzahını verməmişdən əvvəl ilk öncə sizinlə bir məlumatı bölüşüm. Uşaqlar, mənim özümün açılı bir qrup var ki, burada 9-cu, 10-cu və 11-ci siniflərdə daxil olmaqla bu qrupa qoşula bilər. Bu qrupun əsas məqsədi nədir? Yəni ki, mən ora özümün hazırladığı sınaqlar və yaxud da ki, qəbullardan seçilmiş suallar, modellərdən, oteklardan çətin, yəni imtahana uyğun olan samballı sualları seçib ona uyğun olaraq bir test hazırlayacağam və yaxud da ki, özümün hazırladığı testlər olacaq, sınaqlar olacaq və mən onu atacağım qrupa. Siz onu müəyyən bir vaxt içərisində işləyəcəksiniz. Daha sonra onu bir yerdə yoxlayacağıq və mən həmin o testin izahını video kayda alacağam və həmin o qrupa yönləndirəcəm. Yəni mən onu YouTube-a yönləndirməyəcəm, yalnız o qrupa yönləndirəcəm. Burada sizdə yəni birinci nəyi formalaşdırır? Yəni düzgün vaxtda işləməyi, vaxtı bölüşdürməyi siz öyrənəcəksiniz. Eyni zamanda sınaqdan bilmədiyiniz yaxud da səhv çıxan suallarınız varsa, onu siz video kayda baxaraq rahat şəkildə başa düşə bilərsiniz. Belə ki, həmin bu sınaq qruplarımıza qoşulmaq istəyənlər 051 595 69 64 nömrəsinə əlaqə saxlaya bilərlər. Və bu sınaq qrupun ilk bir ay, 2 ay içərisində ödənişsizdir. Yerdə qalan müddətdə isə əgər bu sizin üçün həqiqətən yararlıdırsa, müəyyən məbləğ üzərində ödənişi edib qoşula bilərsiniz. İndi uşaqlar, gəlin birinci suala baxaq. Birinci sual fiziki və kimyəvi hadisələr, kimyəvi tənliklərdir. Hansı halda deyir kimyəvi hadisə baş verir? Uşaqlar, biz bilirik ki, hadisələr iki cür olur. Biri var fiziki hadisə, bir də var kimyəvi hadisə. Fiziki hadisəyə uşaqlar hansılar aid idi? Ərimə prosesi aid idi, donma prosesi, kondensləşmə, sublimasiya, desublimasiya, buxarlanma, bunlara aid idi, düzdürmü? Sonra nə aid idi? Eynicisli qarışıqların ayrılması sulara aid idi. Yəni onlara hansılar aid idi? Buxarlandırma, kristallaşdırma, distillə aid idi, xromatoqrafiya və müxtəlif cinsli qarışıqların ayrılma üsulları. Yəni süzmə, ayrıcı qıf və yaxud da digər adı ilə durultma verə bilərdi. Bir də uşaqlar verə bilərdi maqni təsir etmə. Amma kimyəvi hadisə isə demişdik ki, elektroliz, hidroliz, sabunlaşma, dehidratlaşma, deməli oksidləşmə reduksiya reaksiyaları, yanma, cracking, hidroliz, yəni bu tipli olanlarsa kimyəvi hadisə idi. İndi baxın uşaqlar, bizə deyir ki, hansı halda kimyəvi hadisə baş verir? Baxın, su buxarlandıqda bu eynicisli qarışığın deyirik ki, ayrılması üsuludur və yaxud da ki, buxarlandırma üsulu və yaxud da biz deyirdik ki, su maye halda buxarlanır, qaz halına keçir. Yəni ki, o maye haldan qaz halına keçməsi buxarlanma prosesi idi, düzdürmü? Amma qaz halından maye halına keçməsi bəli kondensləşmə idi. Yəni bu proses buxarlama prosesidir. Buxarlama prosesində biz bilirik ki, o fiziki hadisədir. Su donduqda, donma da biz bilirik ki, fiziki hadisədir. Əridikdə fiziki hadisədir. Maye havadan oksigen alındıqda, baxın, ümumiyyətlə havadan oksigen alınması, azot alınması, bunlar hamısı fiziki hadisədir. Niyə? Çünki uşaqlar, havanın tərkibində mən sizə demişdim, 78% azot qazı var, qeyd edin özünüzdə. 21% oksigen var və 1% təsirsiz qaz var. Əgər sizə desək ki, havadan azotun alınması, oksigenin alınması bu deməli fiziki hadisədir. Bizə də kimyəvi hadisə deyir, baxın elektroliz. Suyun elektrolizi olan cavab olacaq bir də Y variantı. İkinci suala baxaq, hansı halda kimyəvi hadisə baş verir? Ərimə aid deyil, süzmə aid deyil, buxarlanma, kristallaşma aid deyil, cavab olur yanma. Sonra gəlin, baxaq üçüncü suala. Deyir ki, fiziki hadisəni müəyyən eləyin. Baxın, turşumadır, paslanmadır. Bunlar deməli kimyəvi hadisədir. Daha sonra oksigendən suyun alınması, hidrogendən suyun alınması. Baxın, oksigendən suyun alınması, hidrogendən suyun alınması. Bunlar kimyəvi hadisədir. Tamam mı? Və bizdən suyun buxarlanması isə bu deməli biz bilirik ki, buxarlanmadır, ərimədir, donmadır. Bunlar hamısı nəyə aiddir? Fiziki hadisəyə. Deməli 3-də olur D variantı. Dördüncü sualda deyir kimyəvi hadisəni müəyyən eləyin. Ərimədir, ondan sonra donmadır, ərimədir. Bunlar nədir uşaqlar? Bunlar fiziki hadisədir. İndi bir də var, hətta burada südün turşuması. Bizdə kimyəvi hadisəni soruşur. Südün turşuması doğru cavab. Və dəmirin xırdalanması, bu da uşaqlar fiziki hadisədir. Yadda saxlayın, dəmirin xırdalanmasıdır. Sonra dedik havadan oksigen alınması, azotun alınması, bunlar hamısını qeyd edin özünüzdə. Bunlar hamısı nədir? Fiziki hadisədir. Südün turşuması isə turşuma söz var burada. Deməli, bu nə olacaq? Kimyəvi hadisə olacaq. Sonra gəlin baxağın uşaqlar 5-ci suala. 5-ci sualda deməli, bizə deyir ki, bu tənlikdə X və Y-i müəyyən eləyin. Bu uşaqlar, yəni ki, əmsallaşdırmaya aid olan bir sualdır. 2 mol CXHY-dir. Üzərinə gəlib 11 mol oksigen. Və buradan alır 8 mol karbon qazı və Y moldakı su.
Deməli uşaqlar, burada 8 karbon atomu var. Əgər ki, sağ tərəfdə ümumiyyətlə karbon atomu olsun, oksigen atomu olsun, fərqi yoxdur. Əmsallaşdırmanın əsas mahiyyəti budur ki, reaksiya daxil olan maddələrin kütlələri cəmi ilə reaksiya alınan maddələrin kütlələri cəmi bərabər olmalıdır. Bu da nədən qaynaqlanır? Deməli, reaksiyada daxil olan maddələrin atomların sayı reaksiyadan alınan maddələrin atomların sayı ilə bərabər olmalıdır. Deməli, burada baxın, görürsünüz ki, 8 karbon atomu var. Burada onda sağ tərəfdə əgər 8 karbon atomu varsa, sol tərəfdə də 8 karbon atomu olmalıdır. İndi əvvəldə 2 qeyd olunursa, onda x neçə olmalıdır uşaqlar? X olmalıdır 4. Çünki biz bilirik ki, əmsalı vururuq indeksə olur atom sayı. Yəni 2-ni vurduq 4 olur 8 karbon. Deməli x oldu 4. Deməli C 4 yazdım. İndi gəlin y hesablayaq. Uşaqlar baxın, sol tərəfdə nə qədər oksigen atomu var? 11-i vurursunuz 22, 22 dənə oksigen atomu var. Sağ tərəfdə də 22 oksigen atomu olması lazımdır. 8-i 2-yə vuranda 16 oksigen atomu. Və indi düşünün, mən 16 oksigen atom üzərində nə qədər oksigen atomu gəlməliyəm ki, 22 olsun. Bəli, 6. Deməli, onda bu y 6 olar ki, 6-nı 1-ə vuranda bu da oldu 6 oksigen. Və 16 oksigenlə də 6 oksigen ümumilikdə 22 oksigen atomu eləyir. Ona görə də sol tərəflə sağ tərəf bir-birinə bərabərləşdi. Deməli, x-in 4, y-in də 6 olduğunu bildik. Deməli, bizim formulumuz C4H6-dır. x4, y-də 6. Gəlin baxağın 6-cı suala. Deyir ki, hansı halda hadisələrin növü düzgün göstərilmişdir? Yanma fiziki hadisə deyil. Bunu sildik. Oksidləşmədir, qıcqırmadır. Bunlar fiziki hadisə deyil. Ərimə ilə sublimasiya, bəli, bu ikisi fiziki hadisədir. İndi gəlin baxağın kimyəviyə. Kimyəvi uşaqlar bərkimə deyir. Bərkimə, yəni, məsəl üçün, mayi haldadır, düzdürmü? O bərkir, donur, yəni, çevrilir nəyə? Buza. Yəni, bərkimə, donma eyni kimi başa düşülür. İndi kimyəvi hadisə onda hansılar aid ediləcək? Sublimasiya fizikdir, elektrolizdəki kimyəvidir. Elektroliz, hidroliz, yenə deyirəm, sabunlaşma, hidratlaşma, oksidləşmə, reduksiya reaksiyaları, yanmadır, turşumadır. Bunlar hamısı nədir? Kimyəvi hadisədir. Yəni, mən bu nəzər əsasında sizə demişəm. İndi ona görə burada qısa qeyd edirəm. Deməli, 6 doğru cavab olur C variantı. 7-ci sualda hansı halda hadisələrin növü düzgün göstərilmişdir? Deməli, distilllədir, ondan sonra kondensləşmədir. Bunlar kimyəvi hadisə deyil, bərkimə kimyəvi deyil. C ilə Y variantı arasında qalırıq. Çünki qıcqırma da kimyəvidir, hidroliz də kimyəvidir. Və bizdən fiziki hadisədə də kondensləşmə olacaq. Deməli, doğru cavab olacaq 7-də C variantı. Sonra baxağın 8-ci suala. Deyir, 4-cü oxla göstərilən hadisənin adı. Baxın, 4-cü oxu fikir verin. 4-cü ox necədir? Maye haldan gəlir bərk hala. Düzdür mü uşaqlar? Maye haldan bərk hala gələndə bu hansı prosesdir? Mayenin bərk halına keçməsi donma prosesi. Deməli, 8-də olur D variantı. Deyir, 9-cu sualda hansı ox sxemdə əriməni göstərir? Uşaqlar, ərimə maddənin bərk haldan maye halına keçməsidir. Baxın, bərk haldan maye halına keçməsi birinci prosesdədir. Ona görə 9-da doğru variant B-dir. İndi uşaqlar, gəlin 10-cu suala baxağın. Kimyəvi hadisəni göstərin. Yenə deyirəm, ərimədir. Ondan sonra burada 10-cu sualda burada yenə ərimə var, buxarlanma var. Ümumiyyətlə, ərimədir, buxarlanmadır. Bunlar dedik nəyə aiddir uşaqlar? Bunlar fiziki hadisəyə aiddir. Şəkərin suda həll olması, yəni bu da fiziki hadisədir. Amma benzinin yanması, bu nə olacaq? Kimyəvi hadisə. Sublimasiya maddənin bərk haldan qaz halına birbaşa keçməsidir. Tamam mı? İndi baxın, qazdan maye kondensləşmədir, mayədən qaza buxarlanmadır, bərkdən qaza sublimasiyadır. Yalnız bir olan variant Y variantı. Deyir ki, suyun buz halına çevrilməsi hansı prosesdə bu prosesdə nə baş verir? Su uşaqlar mayedir, düzdürmü? Gəlin bunu sileyim. Su bilirik ki, nədir? Mayedir. Buz nədir? Bərkdir. Biz demişik ki, bərk, maye, qaz istiqamətində uşaqlar sıxlıq necə dəyişirdi? Azalırdı. Amma istisnamız var idi. İstisna nə idi? İstisnamız o idi ki, buzun sıxlığı suyun sıxlığından az olurdu, kiçik olurdu. İndi bizə baxın, deyir ki, maddə su halından, yəni maye haldan deyir keçir buz halına. Deyir, burada hansı proses baş verir? Deyir, tərkib dəyişir. Tərkib dəyişmir. Yəni su halda da olanda, buz halda olanda da, qaz halda olanda onun formulu H2O-dur. Tərkibi dəyişmir. Deyir ki, sıxlıq azalır. Deməli uşaqlar, mən deyirəm ki, su halında sıxlıq çoxdur. Buz halı, çünki buz halındakı olan sıxlıq su halından kiçikdirsə, su halının sıxlığı çoxdur. Deməli, suyun sıxlığı çox olandan az olana keçirsə, sıxlıq necə dəyişir? Azalır. 2-ni götürürsünüz, sıxlıq artır, yanlışdır. Həcm bəli dəyişir, təbii ki dəyişir.
Biz deyirik ki, bərk maye qaz istiqamətində getdikdə sıxlıq azalır, həcm artır. Amma istisnamız var idi. Həcm məsələsində isə buzun həcmi suyun həcmindən necə olurdu? Böyük olurdu. İstisnamız buydu. İndi baxın, su yenə deyirəm. Buz halına çevrildikdə buzun sıxlığı suyun sıxlığından kiçik olduğu üçün burada sıxlıq azalır. Və həcm də dəyişir. Deməli, doğru cavabımız olacaq 2 və 4 olan variant, yəni Y variantı. Sonra 13-cü suala baxalım. Deyir, suyun buzun çevrilməsində hansı proseslər baş vermir? Tərkib dəyişir, bu yanlışdır. Və sıxlıq azalır, bu doğrudur. Həcm dəyişir, doğrudur. Sıxlıq artır, yanlışdır. Yanlışları soruşur da bizə. 1-dən 3 deməli doğru cavab olur. 13-də B variantı. İndi gəlin 14-cü suala baxalım. Deyir ki, fiziki hadisələri müəyyən eləyin. Fenolun əriməsi. Ərimə sözünü görürəm, bu fiziki hadisədir. Və kartofdan nişastanın alınması, bu da fiziki hadisədir. Nişastadan qlükozanın alınması bu fiziki deyil. Yalnız 1-3. Doğru cavab olur 14-də C. Fiziki hadisələri müəyyən eləyin. Deməli, spirtdə qıcqırması, qıcqırma var ümumiyyətlə. Bu nədir uşaqlar? Bu kimyəvi hadisədir. Və şəkərin dolmuş məlumatdan kristallaşıb ayrılması, kristallaşma bu fiziki hadisədir. Neftdən mazutun alınması, bu da fiziki hadisədir. Deməli, 15-də olur D variantı. 16-cı sualda hansı mərhələdə fiziki hadisə baş verir? Deməli, su mayedir. O su buxarını qazana keçəndə mayenin qazana keçməsi buxarlanma prosesidir. Və buxarlanma prosesidəki uşaqlar biz bilirik ki, fiziki hadisədir. Daha sonra havadan oksigenin alınması, mən dedim sizə bayaqlarda, havadan azotun alınması, bu kimi cümlələr görsəz, bu da fiziki hadisədir. Oksigendən suyun alınması ümumiyyətlə bu nə fizikidir, nə kimyəvidir. Deməli, doğru cavab 1-dən 3, yəni C variantı olmuş olacaq. 17-ci sualda hansı mərhələlərdə kimyəvi hadisə baş verir? Havadan oksigenin alınması dedik ki, fizikidir. Su maye haldadır. Bu salına çevrilir, bərk alınır. Bu da donma prosesidir. Bu da fizikidir. Və bir dəqiqə, oksigendən suyun alınması. Oksigendən suyun alınması uşaqlar kimyəvidir. Əgər bizə desək ki, sudan oksigenin alınması bu fiziki hadisədir. Oksigendən suyun alınması bu kimyəvi hadisədir. Yalnız 2 olan, deməli, doğru cavab olacaq hansı variantı? D variantı. Gəlin baxağın 18-ci suala deyir. Hansı reaksiya sxemində bərk kütlənin, baxın fikir verin bu cümləyə, bərk kütlənin, deməli, zamandan asılı olaraq dəyişməsi zamanı qrafikə uyğundur. Baxın, mən görürəm ki, bərk kütlə zaman keçdikcə kütləsi necə olub? Artıb, düzdürmü? Baxın, əgər ki, bərk kütlə zaman keçdikcə artırsa, reaksiya məhsulunda biz qaz halında olan, aqreqat halında olan maddəni götürə bilmərik. Niyə? Yadda saxlayın, baxın, qeyd eləyin. Qaz halında olan maddələr, kütləni azaldır, artırmır. Kütləni azaldır. Mən reaksiya məhsulunda qaz halında olan bir maddə görməli deyiləm. Çünki baxın, mən qrafikə fikir verirəm də görürəm ki, artıb. Müəyyən zaman müddət keçib və onun kütləsi artıb. Deməli, mən reaksiyada məhsulda qaz halında olan bir maddə görməli deyiləm. Baxın, A variantı qaz görürəm. Ona görə A variantı yanlışdır. C variantında baxın, məhsulda qaz var. D variantında qaz var. Bunları sildim. Mənim cavabım ya B-dir, ya da ki Y-dir. Düzdürmü? Ya B-dir, ya da Y-dir. İndi baxın mənə nə deyir? Deyir ki, bərk kütlənin zamanın asılı olaraq dəyişməsi verilmiş qrafikə uyğundur. Bərk maddəmiz var. Tamam mı? Mən bunun üzərinə bərk maddə, əgər B variantı kimi gəlsəydim, yəni bərk maddənin üzərinə bir də bərk maddə gəlsəydim, bunun kütləsi artmağına artacaq. Amma baxın, bu daimi olaraq artacaq. Yəni, burada stabilləşmə var. Stabil olaraq qalmayacaq. Amma mən o bərk maddənin üzərinə qaz halında olan maddə əvvəldə gəlsəm, bu bərk maddə alınır və o stabil olaraq qalacaq. Ona görə doğru cavabımız olur 18-də Y variantı. Yəqin ki, başa sala bildim. Gəlin baxın, indi 19-cu suala. Deyir, hansı reaksiya sxemində bərk kütlənin zamanın asılı olaraq dəyişməsi verilmiş qrafikə uyğundur. Baxın, görürəm ki, bərk kütlə zaman keçdikcə qiyməti necə dəyişib? Azalıb. Azalıbsa, mən orada qaz halında olan maddələri seçməliyəm. Qaz halında olan maddələri seçməliyəm. Onda görə D variantı gedir, Y variantı gedir, A variantı gedir. Mənim cavabım ya olacaq B, ya olacaq C. İndi baxın, 18-ci sual bəlkə tam belə başa düşmədiniz. İndi 19-cu sualda tam aydın olacaq. İndi mənim cavabım ya B-dir, ya C-dir. Uşaqlar, indi bəs bunu mən hardan bilim ki, hansı B-dir, hansı C-dir? Məndə 2 cür qrafik verilə bilərdi. İndi baxın, mən bir B üçün ayrı qrafik çəkirəm, bir də C üçün ayrı qrafik çəkirəm. Və indi şərtdə verilənə uyğun olaraq da tapacağam. Əgər mənim bərk kütləm zaman keçdikcə, baxın, B variantına baxıram. Zaman keçdikcə
məhsullarda ancaq qaz alınıbsa, mənim o kütləm azalmanla azalacaq. Amma gələcək tam bax bu qrafikdə zaman oxuna dəyəcək. B variantı üçün danışıram. Əgər yox, C variantında mənim bərk maddəm müəyyən zaman müddətdən sonra bərk və qaz halında alsa, o bizə şərtdə veriləndəki kimi olacaq. Yəni tam zaman oxuna dəyməyəcək. Çünki məndə orada həm bərk halında olan maddə var, həm də qaz halında olan maddə var. Tamam mı? Əgər ki, baxın yenə deyirəm, məhsulda hər ikisi də aqreqat halda qaz halındadırsa, B variantı olacaq. B variantda baxın şəkil, doğru şəkil belə olacaq. Əgər yox, məndə bax bu cür şəkil verilibsə, burada azalma görürəm. Deməli, burada mütləq ki, qaz var. Amma 2 dənə qaz yox. Çünki bu tam zaman oxuna dəyməyib. Bərk qaz olacaq. Və bu da doğru cavab olacaq 19-da C variantı. Yəqin ki, izah verə bildim. Gəlin baxağın indi 20-ci suala. Deyir, laboratoriyada X, Y və Z maddələrinin analizindən aşağıdakı nəticələr hasil olunur. Deyir, X-in tərkibi N2, O2 və deməli, azot qazı, oksigen qazı və karbon qazlarından təşkil olunub. Uşaqlar, baxın, havadır. Havanın tərkibində dedim ki, azot qazı da var, 78% azot qazı var, 21% oksigen qazı var, 1% təsirsiz qaz var. Mən bu havaya baxanda, mən deyirəm ki, bu azot qazıdır. Yəni, gözümlə görə bilirəm, bu oksigen qazı və ya təsirsiz qazı. Yox, bu azot qazı, oksigen qazı və karbon qazından ibarət bir qarışıqda mən onu seçə biləcəm ki, bu azotdur, bu oksigendir, bu karbon qazdır. Xeyr, onu seçmək mümkün deyil. Yəni, adi gözlə seçə bilmirsən. Adi gözlə mən əgər bunu seçə bilmirəmsə, bu onda eyni cinsli qarışıq deyil, müxtəlif cinsli qarışıq, eyni cinsli deməli qarışıqdır da, çünki adi gözlə seçə bilmirəm. Müxtəlif cinsli qarışıqdır, mən adi gözlə seçə bilirdim. Məsələn, deyirdim ki, qumdan su qarışığı. Deyirdim ki, qum suyun dibində çökür, düzdürmü? Mən onu adi gözündə seçirdim ki, bu qum suyun dibində qara rəngli çöküntü əmələ gətirir. Və yaxud da yağ su misal göstərirdim, və yaxud da benzin suyu misal göstərirdim. Deyirdim ki, yağ suyun üzərində sarı rəngli təbəqə əmələ gətirir. Mən onu adi gözümlə seçə bilirdim. Əgər adi gözümlə seçə bilirdimsə, bu olurdu müxtəlif cinsli qarışıq. Yox, əgər seçə bilmirdimsə, bu olurdu eyni cinsli qarışıq. Məsələn, etil spirtli su. Mən nə bilim ki, bu suyun içərisində spirt var ya yoxdur. Adi gözlə seçə bilmirəm. Deməli, bu eyni cinsli qarışıqdır. İndi baxın, burada indi bizə spirt su, etil spirtli su, yağ su belə qarışıqlar vermir. Bu dəfə qazlardan verir. Bu 20-ci sual 2023-cü ilin test topusunda belə bir sual yox idi. Bu yeni bir sualdır. Burada da fərq yoxdur. Yəni ki, mən əgər qaydana bilirəmsə, bunu tətbiq edə biləcəm. Azot qazı var, oksigen qazı var, karbon qazı var. Mən bunu adi gözlə seçə bilmirəm. Deməli, bu eyni cinsli qarışıqdır da. Amma bax, bizə deyir ki, birinci ifadə üçün X müxtəlif cinslidir. Bu yanlışdır. İndi ikinciyə baxaq. Deyir ki, Y-in tərkibində kakao, yağ və karbohidrat var. Uşaqlar, bu kakao, yağ və karbohidrat qarışıqdır. Tamam mı? Sizcə bu saf maddə olar? Yox. Çünki qarışığın tərifi nədir? Qarışıq deyir ki, 2 və ya daha çox saf maddələrin ibarətdir. Yəni 2 və ya daha çox saf maddə olur. Məsələn, qarışıq dedik ki, qum su. Ayrılıqda qum saf maddədir. Çünki onun formulunu yaza bilirəm. Silisium O2. Ayrılıqda su saf maddədir. Çünki onun formulunu yaza bilirəm. H2O. Amma qumla su qarışığı ikisi bir yerdə olur qarışıq. Yəni 2 dənə saf maddə bir yerə gəlir, olur qarışıq. İndi baxın, kakaodur, yağdır, karbohidratdır. Üçü bir yerdə gəldi, olur bu qarışıq. İndi deyir Y saf maddədir. Təbii ki, yanlışdır. Sonra deyir ki, uşaqlar, Z bəsit maddədir. Deməli, 1 yanlış, 2 yanlış. Z maddəsidir, oksigen moleküllərindən ibarətdir. Biri var idi bəsit maddə, biri var idi mürəkkəb maddə. Bəsit maddə deyirdi ki, eyni növ elementlərdən ibarət olur. Məsələn, oksigen, O2. O2 deməkdir ki, 2 dənə oksigen atomu var. Və yaxud da P4. P4 o deməkdir ki, 4 dənə fosfor elementi var. Fosfor. Və yaxud da ki, bir atom ola bilərdi. Litium, natrium, kalium. Sizə misal göstərmişəm mən bunu nəzəriyyədə. Amma məsələn, deyirdim ki, amonyak, NH3. Burada azot atomu da var, hidrogen atomu da var. Yəni, müxtəlif növ elementlər var. Onda bu mürəkkəb maddə idi. İndi oksigen, yalnız oksigende 2 dənə oksigen atomu vardı. Bəli, bu bəsit maddədir, mürəkkəb deyil. Ona görə yalnız 3 olan variant 20-də A variantıdır. Gəlin baxağın indi 21-ci suala. Deyir, qrafiklər açıq qabda aparılan reaksiyalardan, qrafikdə açıq qabda aparılan reaksiyalarda qabda olan maddə kütləsinin zamandan asılılığını ifadə edir və qrafiklərdə reaksiyalar uyğunluğunu müəyyən edin. Baxın uşaqlar. Bu birinci qrafik görürəm ki, stabildir, dəyişməyib. Yəni, nə kütlə artıb, nə azalıb. İndi kütlə azalması prosesi hansılar da aid edilirdi? Qaz. Yəni ki, mən orada qaz görməli idim ki, o kütlə azalsın. Onda mən bu birinci ifadəyə nə biri, nə də ikini uyğun eləmirəm. Düzdürmü? Çünki burada ikisində də qaz var. Düzdürmü? Birinci ifadəyə yalnız olacaq 3. Yəni, 1-ə uyğun gəlir yalnız 3. Bərklə bərk maddə reaksiya girib, bərk alınıb. Stabil kütlə dəyişmədi. İndi ikinci ifadəyə ya 1 olur, ya da 2 olur. İndi mən bunun hansını seçəcəm? Baxın uşaqlar. Burada
Mən necə eləyəcəm? İndi uşaqlar bilmir ki, bax indi burada kütlə azaldı. İkinci qrafikdə görürəm ki, kütlə azaldı. İndi bu kütlə azalması varsa, mən qaz andulan maddə seçməliyəm. Görürəm ki, axı birincidə də qaz var, ikincidə də qaz var da. İndi bu necə olacaq? İndi mən bayaqki nəzəriyyədə dedim, bayaqki sualda. İndi o videoya baxmayanlar varsa yenidən izah verirəm. Baxın, iki cür şəkil verə bilər məndə azalmaya uyğun olaraq. Bir bu cür verər. Şəkildə bu ikinci şəkildə verdiyi kimi. Bir də bu cür verər. Əgər tam mənim zaman oxuna dəyibsə, bu zaman reaksiya məhsullarında ikisi də qaz halında olmalıdır. Əgər yox, zaman oxuna tam dəyməyib, amma kütlə azalıb da, onda bir qaz, bir dənə bərk andulan maddə olmalıdır. İndi baxın, şəklə fikir verin. Məndə kütlə azalıb və zaman oxuna gəlib dəyib. Onda baxın, məndə necə olacaq? Hər ikisi qaz halında olmalıdır. Ona görə 2 yox, yəni ikinci ifadədə gedəcək 1. Doğru cavab da olur A variantı. İndi gəlin baxaq 22-ci suala. Yenə eyni sualda baxın, kütlə bu dəfə artıb, burada da kütlə azalıb. Birincidə kütlə artıbsa, mən orada qaz halında olan maddə seçə bilmərəm. Çünki qaz kütləni azaldır. Ona görə birinciyə nə 1 gedir, nə 2 gedir, 3 gedir. İndi ikinci ifadə isə görürəm kütlə azalıb. Amma azalanda zaman oxuna tam dəyməyib. Deməli, bu bərklə qaz olmalıdır məhsulda. O da olacaq 2. 1-ə 3 gedir, 2-yə də 2. 23-cü sualda deyir ki, kimyəvi hadisə donmadır. Bir dəqiqə, donma. Donma deməli deyirik ki, nədir? Fiziki hadisədir, sublimasiya fiziki hadisədir, amma yanma ilə paslanma bunlar kimyəvi hadisədir. Sonra 24-cü sualda deyir ki, hansı kimyəvi, bir dəqiqə. Gəlin baxağın 24-cü suala, kimyəvi hadisə deyir, hansı doğru deyil. Donma deməli təbii ki, doğru deyil, çünki o fiziki hadisədir. Yanma kimyəvidir, paslanma kimyəvidir, sublimasiya da fizikidir. Deməli 1 ilə 3. 25-ci suala baxaq, hansı proseslərdə kimyəvi tərkibi dəyişir? Kimyəvi tərkib dəyişir deməkdir ki, uşaqlar. Yəni o kimyəvi hadisədir. Çünki kimyəvi tərkib dəyişmə nə deməkdir? Məsələn, kağızdır. Kağızı biz yandırdıq. Kağız əvvəl ağ rəngdə idi. Sonra kağız yaranda necə rəngli oldu? Qara rəngə çevrildi, buruşdu. Hətta kül halına gəlmiş oldu da. Deməli, onun kimyəvi tərkibi necə oldu? Dəyişdi. Hansı prosesdə? Kimyəvi hadisə prosesində. Məsəl üçün, destillə prosesində təbii ki, dəyişməyəcək. Məsələn, dedik, etil spirti sudur. Sadəcə biz onu ayırmaq məqsədi ilə etil spirti və suyu ayırmaq məqsədi ilə istifadə edirik. Durdu, orada su maye haldan qaz halına keçmədi ki, və yaxud da maye haldan hər hansı bir aqregat halına keçmədi ki, bir dəyişiklik olmadı. Və yaxud da sublimasiya. Yəni kimyəvi tərkibi dəyişir sözünü görsəz, ancaq kimyəvi hadisələr seçməlisiniz. O da cracking və oksidləşmədir. İndi kimyəvi tərkibi dəyişmir, yəni fiziki hadisələr seçin. Crackingdir, oksidləşmədir, kimyəvi tərkibi dəyişir, amma sublimasiya destillədə dəyişmir.